Salam, zəhmət olmasa bizə özünü təqdim elə. Salam, mən İbrahimov Həsənov, 8-ci sinifdə oxuyuram, 336 nömrəli məktəbdə. Bu olimpiyadada birinci yer tutmusan. Bu uğuru qazanmaq sənin üçün asan da oldu, yoxsa çətin? Mənim üçün suallar asan idi, amma 1-2 sual var idi ki, çətinlik mənim üçün gəldi. Və məncə asan da oldu ortalama götürsək. Öz həmyaşıdlarına, olimpiyadada iştirak edən digər gənclərə nələr arzu eləyərsən? Onlar nə etməlidirlər ki, sənin kimi yer tutsunlar? İmtahanda stresə düşməlidirlər. Sonra çoxlu oxumalılar, özünün üstündə işləməlidirlər ki, bu nəticəyə çıxartsınlar. Çox sağ ol, sənə təşəkkür edirik və bol-bol uğurlar arzu edirik. Sağ ol. Mən Sumqayıt şəhərində qatılmışam. Adım Abdullayev Naildir. Təbiət elmləri təmayüllü gimnaziyasında oxuyuram. Buradan mən Tim Olimpiyadasından gümüş medal almışam və mən buradan ən birinci valideynlərimə, daha sonra isə mənə riyaziyyatı sevdirən, riyaziyyatı mənə həmişə öyrədən, ondan həmişə dəstəkçim olan İlqar müəllimə buradan salamlarımı və təşəkkürümü bildirirəm. 91 saylı tam orta məktəbin şagirdiyəm. Tim Olimpiyadasından 3-cü yerə çıxmışam. Buradan Şəlalə müəllimlərimə və digər riyaziyyat müəllimlərimə təşəkkürümü bildirirəm. Mən Bayramlı Ömər. Tim Olimpiyadasından birinci medal qazanmışam. Fizik riyaziyyat informatika təmayüllü Respublika hissəsində oxuyuram. Buradan Gülşən müəllimə və riyaziyyat müəlliməm Zərət müəllimə təşəkkür edirəm. Onlarla yanaşı valideynlərimə də təşəkkür etmək istəyirəm. Salam, mən Hüseyin Oligerəm. 5-ci sinifdə oxuyuram. General Səhət Əsədov, göstərilir mən gimnaziyanın sahibiyəm. Timo, mən sınavlar və çətin olur. Hətta sonlar da var, asanlar da var. Amma mən sonları çox sevdiyim üçün mən asan yazdım. Buradan ikinci son sınavdan ikinci yer, gümüş medal qazandım. Burada Şahmat və digər müəllimlərimə və Arzu müəllimə öz təşəkkürümü bildirirəm. Herkese salam, mən Gənizadə Aysu. İlk öncə ailəmə və müəllimlərimə təşəkkür edirəm. Global Olimpik Centrin təşkil etdiyi Timo yarışmasında qızıl medal qazanmışam. Mən Quliyev Yusif, 316 nömrəli tam orta məktəbin şagirdiyəm. Mən Timo Beynəlxalq Olimpiyadadan qızıl medal qazandığım üçün müəllimlərimə və valideynlərimə təşəkkür edirəm. Və qeyd etmək istəyirəm ki, bu mənim 9-cu medalımdır. Mən İbrahimli Nəcmi. Mən Global Olimpik Centrin təşkil etdiyi Timo Beynəlxalq Riyaziyyat Olimpiyadasında gümüş medal qazanmışam və buradan müəllimlərimə və valideynlərimə təşəkkür edirəm. Salam, mən 147 nömrəli texniki ümumatan liseyin 5 sinif şagirdi Vəlican Muradova. Mən Qlobal Olimpiada Sentrinin təşkil etdiyi Timo Olimpiyadasında ikinci yerə layiq görmüşəm. Mən bu medalımı ailəmə və müəllimlərimə həsr edirəm. Sağ olun. Salam, mən Əzizli Nihar. Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın 5-ci sinif şagirdi. Mən Timo Beynəlxalq Olimpiyadasından birinci medal qazanmışam və buna görə çox xoşbəxtəm və müəllimlərimə təşəkkür edirəm. İlk olaraq Azərbaycan Respublikasının dövlət ilə başlayırıq. Təşəkkür edirik hər birinizdən. Biz şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etməyi hər birinizdən xahiş edirik. Allah şəhidlərimizə rəhmət eləsin. Dəyərli balalar, əziz şagirdlər, hörmətli iştirakçılar, qonaqlar və Türkiyədən xüsusi dəvət almış bizim dəyərli qonaqlarımız, xoş gəlmişsiniz. Hər birinizi xoş gördük dəyərli şagirdlər və əziz balalar. Bugünkü gündə Türk dünyasının ilk beynəlxalq riyaziyyat olimpiyadası olan Timonu mükafatlandırma mərasimidir və bu mərasimdə sizləri görmək və sizlərin nailiyyətlərinizi qeyd etmək həqiqətən bizim üçün
böyük sevinç və böyük qürur mənbəyidir. Təkcə beynəlxalq yarışmalarda nailiyyət qazanmaq, yəni sizin akademik nəticələrinizin ölçülməsi deyil, sizin bu həyata, bu elmə, bu fənlə olan sevginizin daha da artmasına, nəticələrinizin, əzmkarlığınızın qiymətləndirilməsinizə və sizin bu yolda necə dözümkar, necə zəhmətkeş olduğunuzu qeyd etməyə buraya yığışmışıq. Medalın əyyarından asılı olmayaraq hər biriniz qalibsiniz və hər biriniz böyük bir təcrübə əldə edirsiniz. Biz bu günlərin mükafatlandırma mərasimində xeyli sayda istedadlı balamızı, istedadlı şagirdlərimizi gördük. Bu bizi bir daha çox sevindirir və gələcəyə ümidlə baxmağa sövq edir. Və bugünkü tədbirimizdə bizim çox istedadlı gənclərimizlə yanaşı, bizim uğur qazanan gənclərimiz də var. Bu günləri həm Azərbaycan Milli İqtisadiyyat Olimpiadasının, həm bu ev sahibliyi elədiyimiz bütün dövlət qurumlarımız olaraq birləşib və vahid bir şəkildə Azərbaycan tarixinin ilk dəfə International Economics Olimpiada finalını ölkəmizdə keçirəcəyik. 50 ölkənin artıq iştirakı ilə inanıram ki, burada bəzi şagirdlər var ki, medal qazananlar siyasındadır. Və inanıram ki, onlar da ölkəmizi layiqincə təmsil edəcəklər. Əziz dostlar, əziz balalar, sizlər riyaziyyat elmini seçmişsiniz, riyaziyyat fənnini seçmişsiniz. Riyaziyyat fənni təkcə bir elm olaraq yanaşmaq olmaz. Riyaziyyat həm də bir həyat üçün, həyatı analiz etmək üçün. Bu həyatı analiz etdiyiniz zaman nələrin, necə və hansı yolların özelliğini öyrənmək üçün çox vacib bir elementdir, çox bir əsas bir fəndir. Və bu riyaziyyat elemində sizin yolunuzun hər şey açıq olması və bu yolda durmadan və usanmadan yeni bilgilərə öyrənəcək, yeni bilgilərə əldə edəcəksə əminəm. Əziz iştirakçılar, bilirsiniz ki, dünyasının Olimpiadasının böyükləri finalı Akdeniz Universitetində təşkil olunacaq. Akdeniz Universitetində ölkəmiz orada iştirak edəcək. Gördüyünüz bayraqlar böyük finala gələcək ölkələrdir. Və inanırıq ki, Azərbaycan komandası bu ildə ən yüksək nəticələr əldə edərək ölkəmizin adını ən layiqli formada nümayiş etdirəcək və bayrağımızı yüksəklərə qaldıracaq. Mən istərdim ki, sizə bir məlumat da verim. Bizim bilirsiniz ki, burada olan tədbirdə olan könüllülərimiz var. Onlar bizim daim əziyyətimizi çəkir və onlar bütün prosesin idarə olunmasında böyük zəhmət sahibidirlər. Mən istərdim ki, onlar üçün bir alqış səsləndirəsiniz. Və bizim könüllülərimizin içərisində sizin dəyərli məktəb yoldaşınız bu illəri artıq ilk dəfə $232.000 təqaüd qazanan Selin Əsəmi də var. O könlümüzə də bir alqış düşür ki, Amerikada gəldi. Bir boylandım ki, görün burada da deyəsən yemək hasiləsindən çıxıb. Yenə də sizin kimi inanıram ki, gənclər olacaq və sizlər də ölkəmizi ən layiqli formada təmsil edərək ən böyük uğurlara nail olacaqsınız. Dəyərli balalar, bu yolda bizim həmişə dəstək olanımız var. Bu yolda bizim üçün usanmadan, gecə-gündüz belə deyək, bizim arxamızda, daim bizim başımızın üzərindədir. Bəzən öz sevgisini, bəzən öz ciddiyyəti ilə daim bizə dəstək olan şəxslər var. Onlar bugün sizdən arxadadırlar. Arxaya çönür və öz valideynlərinizi alışır. Teşekkür ederim. Sayın devlet büyükleri, sevgili veliler, öğretmenler ve öğrenciler. Türkiye matematik yarışması olarak başladık. 2019 yılında akademisyen ve matematik olimpiyat öğretmeniyle birlikte bu yarışmayı düzenlemeye başladık. Daha sonra dedik ki tabii buradaki amacımız matematiği sevdirmek, öğrencilere farklı bakış açıları sağlamak. Tabii ki daha sonra şunu düşündük, dedik ki biz bu yarışmayı neden yurt dışına taşımayalım? Tabii öncelikle Azerbaycan, kardeş ülkemiz olan Azerbaycan'la bir işbirliği yaptık. Adı da tabii daha sonra değişti, TİM olarak değişti ismi. Yani Turkish International Mathematical Olympiad olarak. Tabii burada aynı zamanda bu dışarıdaki öğrencilerle birlikte, yani onlara da bu matematiği sevdirmek, ülkeler arası yarışma, bir nasıl diyeyim, competition yapmak aralarında. Aynı zamanda tabii bir de bu
ülkeler arasında dostluğu da sağladık. Yani sağlamaya çalışıyoruz. Sağlayacağız. Tabii şu an burası yalnız Azerbaycan, ben öyle anlıyorum. Daha sonra diğer ülkeler de var, Türkiye Cumhuriyetlerinden. Amacımız tabii burada bunu tüm dünyaya yaymak. İnşallah bunu başaracağız. Burada ödül alan, belge alan, sertifika alan tüm öğrencilerimi can gönülden kutluyorum. Teşekkür ederim ben. Sonra mükafatlanmaya keçəcəyik. İstedadlı şagirdlərimizi müəyyən qədər intizarda saxlayacağıq. Çünki sizə təqdim edəcəklərimiz var. Bugün burada elm sahəsində uğur qazanan şagirdlərimiz bir araya toplaşıblar. Unutmayaq ki, belə uğurlu şagirdlərimiz digər sahələri də əhatə edirlər. Təbii ki, incəsənət istisna deyil. Bugünkü mükafatlanmamızın daha rəngarəng olması üçün qısa bir çıxışlarımız da var, onları da sizə təqdim edəcəyik. Burada təbii ki, iştirak etmək istəyən bir xeyli valideyn, müəllimlər var idi. Bizlə bərabər olmayanlara da məlumat verə bilərsiniz ki, Global Olimpiya Center'ın Instagram səhifəsində hazırda canlı olaraq bütün mükafatlanma mərhələsi yayımlanır. Global Olimpiya Center səhifəsinə daxil olaraq burada olmayan şəxslər həmin canlı yayımı izləyə bilərlər. İndi isə istedadlı gənc xanəndə dostumuz bura gələcək. Söhbət Fatimə Quliyevadan gedir. O bizim dəyərli sənətkarımız. Şahnaz Qanabaşmovanın tələbəsidir. Gəlin alqışlarla onu bura dəvət edək və onun ifasında Azərbaycan mahnısını dinləyəcəyik. Buyurun. Oh,
günler Xəyal bəy, çox sağ olun. Hamını bir daha salamlayıram, burada xoş gəlmisiniz. Çox gözəldir ki, bu qədər insan, bu qədər uşağı valideyni burada görmək. Təşəkkürlər. Xəyal bəy dediyi kimi biz Star College olaraq belə tədbirlərin keçirilməsinə dair dəstək olmağa çalışırıq və bu çərçivədə Global Olimpiya Centrlər partnyorluğa başlamışıq. Xeyirli olsun bu partnyorluğumuz bəli hər iki tərəf üçün. Amma bu partnyorluğun bizdən çox şagirdlərə, tələbələrə xeyri var. Bunlardan biri nədir? Global Olimpiya Centrinin olimpiadalarında iştirak edən hər bir şagirdlərə Star College tərəfdən endirim veriləcək və bu endirimləri almaq üçün Global Olimpiya Centrinin əməkdaşları tərəfindən müəyyən kartlar var. O kartları əldə edin və avtomatik olaraq bizdən endirimlər qazanacaqsınız bunun sayəsində. Təşəkkürlər. Onun qürur mənbəyidir. Mən həmişə təqdir etmişəm. Bu gün də təqdir edirəm. Mən Azərbaycanlıyam.
Teşekkür edirik incinere. Beləliklə qızıl medal qazanan şagirdlərimiz qarşımızdadılar. Füzuli Bayramov, Ömər Kərimli, Həsən Ağa İbrahimov, Nail Əhmədli, Əli İsmailzadə, Əli Rəhimli, Hüseyin Behbudov, Murad Cəfərov, Mirəli Hacızadə, Zəhra Nəcəbzadə, Ayan Əliyeva, Nazlı Ələkbərzadə və bizim Qorkiyev. Tebrik eder, öyle efendim görsünler. Bu sevindirici bir haldır ki, sen bak böyle bir nailiyet kazanırsan, eminim ki bizim değerli şehidimiz Əli Ələkbərzadənin də bu nailiyetləri görüb ruhu şarttır, uğurlar arzulayırıq, daha büyük nailiyetler kazanmağı bilirik. Teşekkür edirik. Size təqdim edir. Müjgan Dadaşova, Nazlı Allahverdiyeva, Zeynəb Behtizadə, Olan Sadıqzadə, Həsən Ömərli, Qurban Ramazanlı, İslam İsmailzadə, Məhəmməd Əli Bağırzadə, Turan Əlizadə və Raul Şirəliyev təbrik edəcək, təbrik edir. Növbəti qızıl medal qazanan şagirdlərimiz qarşımızdadılar. Beləliklə vardı burada, sizə təqdim edilir, Solmaz yolumuz var. Seydəli Ələkbər, Ziyan Aşımov, Suyel Dəmirzadə, Cavidan Əhmədli, Əmir Qudiyev, Murad Seyidli, Elçin Qasımzadə, Hüseyin Bayramov, Fatimə Hüseynova, Cahid Qasımlı, Toğru Ağalar, Rəcəb Məhərrəmov, Tamila Məmmədova, Münəvvər Muhtarova, Banu Cəbrayova və Cəlal Hacıyev. Onlar hər birini ürəkdən təbrik edirik. Uğurlar arzulayırıq, onlardan da almışlarımızı əsirlənirik. Seyid Əhməd, Nəriman Çələbiyev, Şamil Məmmədli, Yunis Ağayev, Eycan Məzərov, Aydın Rüstəmov, Yusif Cəmallı, Nərilə İbrahimli, Adi Talıblı, Murad Məmmədli, Sadıq Hacızadə və İlbətin Əliyev. Şagirdlər qarşımızdadır. Fuad Qarayev, Əli Qasımov, Ruzinur Məmmədli, Mikail Cəfərov, Eycan Kazımlı, Şahid Kazımlı, Emin Həsənov, Sabir İsmailov, Elin Rızazadə, Əkbər Ələkbərzadə,
Murat Yusifli Akşin Hüseyinli ve Yusif Nəsimli həcmi direktör. Təbrik edirik, aldıqlarımızla vardan və əşini göndərik. Uğurlar arzuyoruz sizə dostlar. Mehmet Abbaslı, Kaya Güliyev, Abdül Ferede, Tahir Allahverdiyev, Necmi İbrahimli, Halil Eynullayev, Leyla Resulova, Yusuf Qədirli, Nazlı Həsənova, Necef Necefli, Zümrüt Əlizadə, İslam Mahmudzadə, Rauf İbrahimli, Fatih Mollaşiyev, Yusuf Heydərli, Hüseyin Məmmədzadə, hər bir yönətdən təbrik edirik. Değerli valideynler, əziz iştirakçılar, burada Türk Dünyası Gerçek Olimpiadasının həyata keçirilməsində əvəzsiz rola malik bir şəxs də burada da aramızdadır, İstanbul'da orada təşkil durub. İsmet Baykal, İsmet Hocam. Zəhmət olması İsmet Bey'i de alkışlarınızla dəvət edib və o Türk dünyasını en istedadlı gəncə geçməsi böyük əməyə sahiptir. Hoş geldiniz. Gümüş medallar təqdim olunur dostlarımıza. Pınar Hüseyinli, Adil Hüseynov, Kenan İsa, Nəriman Abbasov. Zadiya Əhmədova, Lalə Mahmudzadə, İnci Bayramlı, Raul Ülkiyev, Adəm İskəndərli, Orxan Əskərzadə, Eldar Acalı, Fərman Tərimli, Atilla Şəkərbəyli, Ayxan Mirzəyev və Elnur Sadıqov təbrik ediyorlar və hər birini uğurlar arzuluyoruz. Mirsali Yusifli, Xanım Cəfərli, Rəşad Səfərli, Əsmanur Paşayova, Zeynəb Talıqzadə, Novruz Əliyev, Fərid Quliyev, Elcan İbrahimli, Ayan Dilbutlu, Nicat Talıqzadə, Ayxan Bünyatlı, Cavid İsmailov, Əli Dalışanov, İsmail Kərimli, Erkin İskəndərli və Məhəmməd Məmmədov. Təbrik ediyorların hər birini. Ve növbəti gümüş medal kazanan dostlarımız İnci Həsənzadə, Camal İbrahimli, Vəli Muradı, Solmaz Vəlicanova, İsmail Vəlicanov, Lalə Əli, Əli Süleymanlı, Cavid Hidayətli, Zahid Cəfərli, Onur Kazımsoy, Yusuf Sultanzadə, Yusuf Rəhmanov, Rüqəyə Əlizadə, Mələk Yaqublu, Mikail Müslümzadə və Yusuf Hüseynov təbrik ediyorlar hər birini. Uğurlar arzuları dostlarımıza və onlara fədaliyyətlərinin bu olmasını diliyirik.
Əlizadə, Məhəmməd Məmmədov, Nihan Əskərli, Ayla Babayeva, Aylin Rızayeva, Yusif Zamanlı, Turan Kərimli, Turqay Əhmədzadə, Hikmət Əlizadə, Yusif Abbaslı, Zəhra Abbaslı, İnci Rızalı, Məhəmməd Leyləkli, Yusif Şəfiyev, İsmail Cəfərli və Fatih Qasımlı təbrik edildi bunların hər birini. Əmin ki, alqışları onlardan da əsirgəməyəcəksiniz. Məhəmməd Əlizadə, Yunus Sarızadə, Rıza Səmədli, Cahid Alpasov, Sabir Rızayev. Safiyə Abbaslı, Nihat Hümbətov, Amin İsmailov, Qılınç Əhmədzadə, Özcan Məsiyev, Yusif Yaqubov, Şövqü Abdullayev, Elşən Xəlilov, Ümid Quluzadə, Onur Yusufzadə, Ömər Ağamaliyev, Əli Məmmədli, Mireyüz Məzərov, Abdullah Ağayev, İlgir Məmmədov və Bərəh Bərzəliyeva. Təbrik edirəm adına hər birini. Hələ ki sayımız çoxluğuna görə onlar üçün dərinə bir alqış ünvanlaya biləcəyik.
Yusuf Selimli, Tugay Məmmədov, David Həmidov, Nuray Fətəli, Yusuf Məmmədli, Davud Teyyublu, Rafiq Namazov, Nigar Hüseynova, Ayla Hüseyndi, Məhəmməd Quluzladı və Nicat Zeydəniyev. Təbrik edirik hər birinizi. Muhammed Babayev, Erdinaz Hacıyeva, Yalçın Məmmədli, Ramal Oğuzov, Fərəh Əliyeva, Atilla Abdullah, Ayşə Əlizadə, Rəhimə Cəfərova, Humay Qudiyeva, Sümeyyə İsmailova, Həsən Tatlıqlu, Nizami Eyyubova, Rəhman Gümüşev, Adil Hüseyinli, Leyla Yərikli, Ediza Abbas, Məlik Avcılayev, Sahib İbrahimli, Tahirə Dəryahi və Rıza Təmirçizadə təbrik ediyorlar. Hər birdə uğurlar arzuyoruz dostlarımıza. Bayramlı, Əli Əhədov, Əli Abdullayev, Mədinə Alcanova, Nəzrin Məmmədova, Ataxan Bərnayev, Raul Zərgərov, İhtiramı Əzizli, Əsmər Hüseynli, Nərmin Abbasova, Ömər Zeynallı, Məhəmməd Əli Dəlizadə, Nursun Cəbrailov, Camal Muxtarov, Nuray Abuyeva, Hüseynağa Hüseynov, Ülkər Qurbansoy, Gülay Qasımzadə, Ümay Hüseynova, Kənan Mirzəyev və Məhəmməd Əli Əlizadə. Adil Nəsirli, Sübhan Məmmədli, Amin Bayramlı, Nuray Hacaliyeva, Ayan Hüseyinli, Salih Əfəndi, Elnur Məmmədov, Teybə Məmmədova, Rəna Məmmədli, Əli Bəzirxanov, Nurlan Şahkərəmli, Harun Nağızadə, Paşa Tükanlı, Yaqub Əsədli, İsmail Paşazadə, İradə Tərqiyeva və Ayşə Təhməzli. Təbrik edirik sizləri dostlar. Camal Əzizli, Yahya Babazadə, Fatime Babazadə, Murad Məmmədov, Nuran Gülsüzzadə, İskəndər İsmailov, Emil Qasımov, Yusuf Bayramlı, Süleyman Şəhmədli, Famil Əhmədli,
Muhammed Əliyev, Rəşad Nəbiyev, Zeynəb Şəkərsoy, Təbriz Allahyarov, Şahin Cəlilov, Polad Namazov təbrik edirik və hər bir bizlə bərabər olan qonaqlarımızdan onlar üçün də bir təbrik alış edəcəkdik. Mahmud Zarqər, Süleyman Babayev, Muhammed Həsən, Ömer Kazımlı, Zəhra Nəbiyeva, Yusif Aslanov, Əsra Dadaşova, Tomris Qafarlı, Ayxan Abdullayev, Dəniz İbrahimli, Ayan Cəniyeva, Mələk Rəsulova, Asif Quluzadə, Asif Məhərrəvov, Aydın Məmmədli, Toğrul Babasoy və Ziya Yağızadə təbrik edirik. Birinci medal qazanan sonuncu istedadlı birinci sabahlı şagirdlər qarşımızdadılar.